Hər vaxtınız xeyir olsun əziz dostlar, əziz izləyicilər. Yeni gələn izləyiciləri ürəkdən salamlayıram, xoş gəlmisiniz. Bugünkü mövzumuz keçmiş niyə həmişə daha gözəl görünür? Bəzən keçmiş haqqında düşünəndə bizə elə gəlir ki, o günlər daha gözəl idi. Biz düşünürük ki, o vaxt biz daha çox emosiya yaşayırdıq, daha çox həyatı sanki hiss edirdik. Bu məndə də olub. Ona görə mövzunu seçdim, çünki mənə daha yaxındır danışmaq bu haqda. Niyə biz... Bəs belə bir sual verim, düşünürəm. Bəs nə dəyişdi sizcə? Siz nə düşünürsünüz? Siz də yazın komment bu mövzu haqqında. Mənə də maraqlıdır sizin fikirlərinizi oxumaq. Mən düşünürəm ki, əslində dəyişən keçmiş, yəni dəyişən keçmiş deyil. Dəyişən bizik. Bu biraz fəlsəfəli sualdır. Mən hər zaman analiz edirdim. Nə oldu ki, mən o vaxt sanki həyatı daha yaxşı hiss edirdim, belə daha çox həyəcanlıydım. İndi sanki o həyəcan gedib. Çoxsunda bunu yazır, nə oldu, həyatın dadı gedib, bu belə deyildi, hamısı pandemiyadan sonra oldu falan. Yox. Zaman dəyişdikcə, yəni sən dəyişirsən ilk öncə. Sənin düşüncələrin dəyişir, sənin dünyaya baxışın dəyişir və sən elə bilirsən ki, o vaxtı daha yaxşı idi. Əslində elə deyil. Çünki keçmiş deyilən bir şey yoxdur axı. Hər zaman mən keçmiş videolarımda bunu demişdim sizə, izah eləmişdim ki, keçmiş deyilən bir şey yoxdur. İndiki dövr ömürlük sürən bir dövrdür. Yəni indiki olan dövr, belə deyim də, daim indidir. Keçmişdə də indi olub, gələcəkdə də indi olacaq. Yəni keçmişlə gələcək yoxdur, indiki var. Biz o vaxt nəsə yaşayırıq və onu keçmişlə, belə deyim də, birləşdiririk. Biz düşünürük ki, misal üçün, kaş o günlərə qayıda bilərdim. Amma əslində bəlkə də biz keçmişə qayıtmaq istəmirik. Biz istəyirik ki, o emosiyaları yaşayaq. Biz istəyirik ki, o duyğuları yaşayaq. Biz istəyirik ki, o insana qayıdaq və yaxud da ki, nə bilim, hər kəsdə fərqlidir. Ya keçmiş itirilən şeyləri qaytarmaq. Yəni, nə bilim, birisi yaxın insanını itirib, yəni gedirik də o şeylərdirlər, duyğusal momentlərə. Belə, bir şey unutmaq olmaz. Keçmiş bizə gözəl görünür. Çünki artıq onun içində yaşamırıq. Deməli, biz nəyəsə bağlanırıq. Baxın, münasibət. Biz o insana əslində ondan hisslədiyimiz hal var bizdə, emosiya. Biz onun üçün darıxırıq. Keçmiş də belə bir şeydir. Orada yaşadığın hal üçün darıxırsan ki, o halı indiki vəziyyətdə yaşaya bilmirsən. Deyirsən, nə bilim, belə oldu, falan yerdə belədir, falan yerdə belədir. O halı hissləmirsən axı içində. Və avtomatik beyin hara aparır səni? Beyin səni aldadır. Beyin səni aparır keçmişə. Deyir ki, bax, orada yaxşı idi, orada xoşbəxt idin. Bu, fundamental olaraq beynimin səni tələsidir. Bu tələyə düşmə. Mən də düşünürəm, deyirdim, nə oldu? Elə bir 2024-də, 2024-də kimi mən xoşbəxtdim, 2025-də mən sanki söndürdülər. Nə oldu mənə? Öldüm, heç şeydən həzz almıram, gedirəm falan yerə, otururam, baxıram. O emosiya yoxdur, gedirəm bura, bu emosiya yoxdur. Emosiya axtarıram. Yəni, anında xoşbəxt deyiləm. Mənə indi qarşıma düşünərəm ki, hə də, puldadsa problem, qarşıma milyon da qoysalar, paketlə, daha doğrusu çamadanla, yenə baxacam, yenə kimdə heç nə işləməyəcəm.
Problem məndədir. Beyin tələsi səni aldadır ki, sən emosiya yaşamırsan. Problem emosiyadır. Amma əslində elə deyil. Sən fundamental dəyişmirsən beynində, sən inkişaf eləmirsən, böyümürsən və artıq o şəxsiyyət deyilsən axı sən. İndiki Kamranla, 5 illik Kamran eyni Kamrandır, yox. İstər-istəməz o maraqlı gələn şeylər mənə indi maraqsız gəlir. Bu normaldır. Çünki böyüyürsən sən. Yəni, bəzi insanlar hətta 50 yaşında da böyümür, amma bu onların seçimidir. Hə, yəni, insan dəyişir. Ona görə sənin istəklərin də dəyişir. Bilməm, necə mən sizə izah eləyə bildim, yəni istəyirəm izahlayayım. Yəni, bugünün fərqinə varmaq lazımdır. Biz bəlkə də keçmiş üçün darıxmırıq. Bugünün anını yaşayım. Mən oturmuşam çayın qarşısında, mən indi orada musiqi bilmirəm, sən narahat edir yoxsa yox. İnşallah eləmir. İnsanlar oturub rahat, biri maykasız orada, bilmirəm, göstərmək olmaz. Oturub orada, çay axır burada. İnsan nəsə qoyub qarşısına içir. Bəzisi isə daim, misal üçün, ya keçmişdə də gələcəkdədir. Yəni düşünür, nəsə düşünür. İnsan oturub heç şey düşünmür. İndi o kim xoşbəxtdir yoxsa mən xoşbəxtəm? Hansı ki bütün günü qaçır, öz işini fikirləşir, bunu kontenti fikirləşir və yaxud da ki başqa işlər fikirləşir. Hansı daha xoşbəxtdir? Ya keçmişdə qalıb nəyisə analiz edir, kimisə bağışlaya bilmir. Bu adam mən üçün xoşbəxt, bəlkə də 60-dan çox yaşı var, oturur. Mayka soyunub, dünya aləm heç nə deyil. Vardı bu sadəcə olaraq qarşısında, çayın qarşısında. Yəni, problem bizdədir. Biz nəsə ilişmişik, ya keçmişdə, gələcəkdə. Nə indikimiz düzəlir, nə keçmişimiz, nə gələcəyimiz, heç nə. Nəticə etibarında da bədbəxtdir. Hamımız yox, indi çoxumuz beyin bədbəxt edir də. İnşallah mən çatdıra bildim düşüncəmi. Olmasa komment yaz. Bunun ikinci hissəsini, partını çəkərəm. Çünki qısa eləyirəm videolarımı. Görürəm də əgər insanlar yazırsa komment, maraq varsa onun ikinci partını çəkirəm. Yəni suallar çox vaxtı olur. Onun üçün. Yəni qısacası keçmiş deyilən də şey də yox, sadəcə onu buraxıb götürürsən oradan olan optivi, təcrübəvi, belivə yaxşı alırsan, iyi gedirsən, plan qurursan və salam. Bu qədər. İzlədiyimə görə çox sağ ol, özündən müğayət ol. İnşallah bu video sənə kömək olar. Səsə falan fikir vermə, qatarda gedən. Özündən müğayət ol.